Uzun illər işğal altında qaldıqdan sonra azadlığına qovuşan Füzuli şəhəri Füzuli az xəbər verir ki, bugün sözün əsl mənasında yenidən doğulur. Qarabağın qədim torpaqlarında yerləşən bu şəhər artıq böyük quruculuq meydanına çevrilib və burada həyat hər gün daha da canlanır. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Füzulidə müasir yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxana və inzibati binalar inşa olunub. Şəhərin infrastrukturu tamamilə yenidən qurulur, yollar salınır, kommunikasiya xətləri çəkilir, yaşıllıq zolaqları yaradılır. Füzulinin dirçəlişinin ən mühüm simvollarından biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Qısa müddətdə tikilərək istifadəyə verilən hava limanı şəhərin və bütövlükdə Qarabağın dünyaya açılan qapısına çevrilib. Bu mühüm nəqliyyat qovşağı regionun iqtisadi və turizm potensialının artmasına da böyük təkan verir. Artıq doğma yurdlarına qayıdan keçmiş məcburi köçkün ailələr üçün yeni rahat və müasir evlər tikilir. İnsanların doğma torpaqlarda yenidən məskunlaşması Füzulinin gələcəyinə olan inamı daha da gücləndirir. Uşaqların səsi, tikinti meydanlarının gürültüsü və yenidən canlanan həyat şəhərə yeni nəfəs gətirir. Füzuli təkcə bərpa olunmur, eyni zamanda müasir, ağıllı şəhər konsepsiyasına uyğun şəkildə qurulur. Bu isə onu gələcəyin şəhərinə çevirir. Bugün Füzuli yalnız bir şəhər deyil, həm də iradənin, qayıdışın və dirçəlişin rəmzidir. Qarabağın ürəyində yenidən həyat başlayır və Füzuli bu yeni həyatın ən parlaq nümunələrindən biri kimi tarix yazır.